20 oktyabr 2025-ci il bir vacib xəbəri diqqətinizə çatdırıram. Xəbərə keçməzdən öncə sizə bir məlumat vermək istəyirəm. Dəyərli izləyicilər, Rusiyada təhsil almış, Tula və Həştərxan vilayətlərində lord cərrah kimi çalışmış doktor Şəhriyar Qurbanov artıq Azərbaycana gəlib, qəbulu başlayıb. Burun əti, boğaz əti, çəpər əliyi, rinoplastika, blefaroplastika və digər əməliyyatları həyata keçirir. Odur ki, 010 364 39 91 nömrəsi ilə əlaqə saxlayın. Demək, dəyərli izləyicilər, Nizami Rəmzinin qızı həbs edilib. Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan həbs edilib. Bu barədə bloger Nail Kəmərli Qafqaz İnfoya məlumat verib, bildirib ki, Reyhan Baxşıyeva narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilib və Yasamal rayon ərazisində saxlanılaraq barəsində cinayət işi açılıb. Bildirək ki, daha əvvəl Nizami Rəmzinin qızının Yasamal rayonunun Şərifzadə küçəsində istifadəsiz ərazidə xarabalıqda acınacaqlı vəziyyətdə yaşaması və narkotik asılılıqdan əziyyət çəkməsinə dair videolar yayılmışdı. Nail Kəmərli bununla bağlı videolar yaymışdı. Onu da xatırladaq ki, ustad meyxanaçılardan sayılan Nizami Rəmzi 97-ci ildə 49 yaşında avtomobil qəzası səbəbindən vəfat edib.